Gözlerimin aynasıdır ay kız. Arzular ömrümün solmayan yaraşırı. 116 il əvvəl bu yerlər hələ tam formalaşmamış bir sahili xətti idi. Söhbət Bakının vitrini adlandırılan Bakı bulvarı və ya dənizkənarı milli parkdan gedir. Zaman keçir, amma bulvar bütün dövrlərdən Bakının olmazsa olmazı olaraq qalır. Bəs Bakı bulvarının tarixi nə vaxtdan başlayır? Sevgilim, göz görüb könül sevib səni. Dünyanın ilk neft tankeri Nobel qardaşları hazırlayıb burada dayanmışdı və estakadalardan hansısa bir sahilin bir hissəsini azad edib orada bulvar düzəltmək üçün təsəvvür edirsiniz 1900-cü illərdə şəhər duması memarlıq müsabiqəsi elan etdi. Müsabiqənin qalibi Gabriel Termikelov Bakılı memar qalib oldu və məhz onun layihəsinə əsasən dənizkənarı bulvarın birinci hissəsi tikildi və indiki Kukla teatrından Azneft meydanına. Ondan sonra onun qabağında Hüseynov, belə bir təəssüf ki, tarix onun adını saxlamayıb, Hüseynov Azərbaycan memarı vardı və məhz onun layihəsi ilə hökumət evindən indiki Kukla teatra qədər bulvar düzəltdilər. 1900-cü illərin əvvəllərində Bakılılar çimərliyə yox, dənizin içində salınmış xüsusi hamamlara gedirdilər. Qız Qalası ilə üzbəüz sahilin kənarında dəniz hamamı olduğunu bilirdinizmi? Memarı Nikolay Bayev olan bu hamam 1914-cü ildə tikilib. Hamam 1960-cı ildə sökülüb. Görüş yerimiz saatın yanı. Bu cümlə minlərlə insanın həyatının bir hissəsinə çevrilib. Bulvarda dəyişməyən bir görüş nöqtəsi var. Bakı bulvarında bir vaxtlar elə-belə gəzmirdilər. 75 metrdən paraşütlə tullanırdılar. Adrenalin sevənlər üçün cənnət idi. İndi isə qüllə keçmişin həyəcanını xatırladır. Bakı bulvarı elə bir yerdir ki, burada gəzdikcə kino tariximiz bir film kimi göz önündən keçir. Hər qarışında bir film tarixi var. 1963-cü ildə rejissoru Şamil Mahmudbəyov olan Romeo Mənim Qonşumdur filmi məhz bulvarın bu ərazisində çəkilib. Filmdə gördüyünüz dükan isə bulvarın bu hissəsində idi. Müştəri gəl, sil üzündən bir təri gəl, getmə dayan tez bəri gəl, 2 qəpikdir fincanın, işlərin eləsin canın. 1960-cı illərin sonunda Bakıda qeyri-adi bir keçid tikildi, Perpendikulyar bulvar. Onun sonunda isə şəhərin ən romantik kafesi vardı. Yaşlı nəsil buranı yaxşı tanıyar. Bura keçmiş Satkoy restoranı idi. Dalğaların pıçıldadığı romantik məkan. Restoranın tikilişi 3 mərtəbədə planlaşdırılmışdı. Lakin Sovet İttifaqı Komünist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Brejnev tikinti barədə məlumatlandırıldıqda heç bir Sovet ölkəsində bu cür layihənin olmadığını bildirir və onun göstərişi ilə tikintinin ilk 2 mərtəbəsi ləğv olunur, yalnız 3-cü mərtəbəsi tikilir. Xəzərin sahilində dalğaların səsi ilə müşayiət olunan Mirvari restoranı bir dövrün simvolu idi. Memarlığı qədər ruhu ilə də seçilən bu yerə indi daha yaxından baxaq. Etibarəmi? Bəli. Gözəl tikilidir, elə deyil. Məlumatın var bu barədə? Əlbəttə var, Azər. Mirvari kafesidir. 1962-ci ildə Bakı meri Əli Şləmbəranskinin təşəbbüsü ilə tikilmişdi. Bəlkə elə məlumatı özün tamaşaçılara verəsən. Bəli, qeyd etdiyimiz kimi Mirvari kafesi 1962-ci ildə Əli Şləmbəranskinin təşəbbüsü ilə tikilib. Belə ki, 1962-ci ildə Əli Şləmbəranski Skandinaviya ölkələrində məzuniyyətdə olarkən bir eskiz əldə etdi. Beləcə bir şəkildən doğan fikir Bakı bulvarında gerçəyə çevrildi və Mirvari kafesi doğuldu. 116 yaşlı bu sahil zolağı hələ çox nəsillərin görüş yeri, xatirə məkanı olacaq. Qədimliyi, eyni zamanda müasirliyi ilə hamıya qucaq açan Bakı bulvarı şəhərin ürəyində döyünən nağıllar dünyasıdır.